Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed. Dəyərli izləyicilər, hər birinizi Zülmətdən Nura verilişində xoş gördük. Sizləri salamlayırıq və hər birinizə xoş ovqat arzu edirik. Keçən verilişimizdə təkfirçilik barəsində danışdıq. İbn Teymiyyənin, belə deyək, təkfirçiliyin əsas təməlini qoyduğu barəsində dəyərli ustadımız bizlərə məlumatlar verdi. O verilişin əhəmiyyətini nəzərə alsaq, bu günləri istəyirək o veriliş barəsində biraz da danışaq və studiyamızın qonağı hörmətli dəyərli ustadımız Höccətül İslam Elvin Əzimovdur. Salam əleykum ustad, xoş gəlmisiniz. Və aleykumussalam və rəhmətullahi tibər müəllim. Xoş gördük sizi. Hər vaxtınız xeyir olsun inşallah. Əziz izləyicilərimizi də salamlayırıq. Ovqatları xeyir olsun. Allah təbarək və təala bütün əziz izləyicilərimizi qorusun. Ümid edirəm ki, maraqlı bir mövzumuz olacaq Allahın izniyle. İnşallah ustad. Təşəkkür edirik. Allah razı olsun. Bəli ustad, buyurun, söz sizdədir. Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahümme salli ala Muhammed və ali Muhammed. Bəli, bu düşüncəni, təkfirçi düşüncəsini biz tarixdə Həzrət Peyğəmbərdən sonra, səhabələr hətta arasında, tabiinlər və onlardan sonra da görə bilərik. Amma əsas bu məsələni şişirdən, böyüdən İbn Teymiyyə olub. Və təbii ki, Muhammed ibn Vahabın zamanında bu zirvəsinə çatıb. Mən bəzi şeylər oxuyacağam yenə də icazənizlə. Daha sonra bəzi əhl-i-sünnə alimlərinin hətta sələfidirlər və digər sələflər də qəbul edir onları. Yəni hətta bəzi vəhabilər də qəbul edir ki, bu sələfidir. Yəni sələfi, məsələn, əşərilərə sələfi demirlər. Amma bəzi həmbəlilərə sələfi deyirlər. Həmən həmbəli alimləri gəlib deyirlər ki, Muhammed ibn Əbdülvahab təkfirçi olub. Xoşları gəlməyib Muhammed ibn Vahabdan buna görə. Bir dənə oxuyaq bunu. Deməli, bu kitab Təvhiddir. Təvhid və Qurrat Aynul Muvahhidin kitabı. Əbdülrahman ibn Həsən Al-Şeyx yazıb bunu. Sələf alimlərindəndir. Orada gəlib bu məsələyə toxunur. Deyir ki, baxın, şirkdən danışır, la ilahə illallah demək önəmli deyil, əsas o əməl eləməkdir filan, şirkdən uzaqlaşmaqdır, ixlasdır. Deyir, fəhədəl-ləzi zəkərnəhu huvə halul əktərin min hadihil ümmə bə'dəl qurunit thəlasəti. Yəni, Həzrət Peyğəmbərdən sonra, 3 əsr sonra, niyə 3 əsr dedi, qurunit thəlasə dedi? Çünki həmən o 3 əsr sələfdir yaxı. Sələf barəsində heç nə demir. Çünki onların sələfdir, onların fəhmi var filan. 3 əsrdən sonra, Həzrət Peyğəmbərindən 3 əsr sonra, məsələn 300 ildən sonra da yəni. Nə oldu? Bu bəlaya duçar oldular. Şirk bəlasına. Deyir ki, halu əktərin. Yəni, halul əksəri bilsin nə demək. Yəni, bizim zamanımızda indi bu dəqiqə 3-cü əsrdən bəri bu nə vaxt olub? Muhammed ibn Əbdülvahabın zamanı təqribən ondan biraz bəridə. Yəni 12-ci əsr tarixindən deyirəm ha. Yəni 19 əsr, 10 əsr insanlar şeydə idi. Şirkdə idi. Bu onların düşüncəsidir. Və səbəb-i zalik niyə? Əl-cəhl bi mənahı. Çünki la ilahə illallahın mənasını bilmirdilər. O qədər insanlar gəlib getdilər, müsəlmanlar hamısı müşrik idi. Hamısı cəhənnəm əhlidir bu iddiaya görə. Çünki onlar la ilahə. Kim bildi bəs la ilahə illallahın mənası? Muhammed ibn Əbdülvahab. Və ittiba'l hava və bu şeylədi. Ta gəldi Muhammed ibn Əbdülvahab dedi ki, bəli, mən bu işləri düzəldəcəm. Daha sonra bir dənə də Əbdürrəs-Sünniyədən bir dənə də oxuyayım. Əbdürrəhman ibn Qasimdəndir. Deyir ki, sual verirlər. Deyir, bəziləri, həmən o məsələdir ki, Muhammed ibn Əbdülvahab deyir ki, biz ki, bəzi şeyləri küfür bilirik, hər kəs bunu küfür bilməsə, o şəxs kafirdir. Bizim, yəni, küfür bildiyimiz şeyləri küfür hesab eləməsə kafirdir. Sual verir də, bəziləri elə düşünürlər ki, ata-anasının dinində iki olur və dünyasını dəyişib ata-anası, ya özü də o dində dəyişir və özünü də nədən bilir? Bilir ki, bu müsəlmandır. Bu hökmü nədir? Bu şəxsin hökmü nədir? Cavab verir. Cavab oxuyaq inşallah. Əl-cavab. İnnə hazər-rəcul in ya'təqədə ənə aba'ahu matu aləl-islam. Əgər etiqadı budur ki, ata-anası, babaları da ulu babaları İslam üzərində ölüb
və ləm yəf'alu şirkə. Şirki nə etməyiblər? Yerinə yetirməyib. Hansı şirki? Əlləzi nəhəynən nas an. Biz onları insanlardan çəkindirdik. Aha. Bizim çəkindirdiyimiz şirki yerinə yetirməyiblərsə, fə innəhu la yuhkam bi kufrihi. Bunlar kafir deyirlər, bəli. Amma əgər və imkanə muradu ən hada şirkəllezi nəhayna an, bu şirki yerinə yetiriblər. Bəli. Bizim dediyimiz şirki yerinə yetiriblər ki, İslam dini də elə budur, fəhvə kafirun. Fazə kafir. Yəni onlar hamısı kafir dünyadan keçiblər. Fə in kana qad əsləmə fəhvə murtəddun. Əgər müsəlman olarsa sonra, yəni bu kafir hökmündədir də bu şəxs. Bəli. Sonra gəlib müsəlman olarsa, yəni mürtəddir də. Mürtəddin hökmü bu idi də. Murtəddun ya ki bu tövbə eləməlidir, yoxsa əgər tövbə eləməsə öldürüləcək. Bu da onların etiqadı. Daha sonra yenə də digər yerdə də bu məsələyə işarə edir ki, o şəxsin malı müsəlmanların olur. Bilirsiniz də, yəni bir nəfər şəxs əgər mürtədd olarsa, malı qalır müsəlmanlar. Fey deyirlər də, o malı qalır müsəlmanlar. Bu, bura qədər aydın oldu. Baxın, amma bunlara biz deyirik ki, siz təkfirçisiniz, filansız deyirlər, yox biz təkfirçi deyilik. Məsələn, fəin qalə qailun hum. Bunu kimdir deyən? Əbdürrəhman ibn Qavsin yenə də Durar Sünniyyədə deyir ki, deyir kimsə gəlib deyə bilər ki, siz innəhum yəkfuruna bil umum. Onlar, yəni şeylərdə sizin alimləri, Muhammed ibn Vahhab, Nəzd alimləri təkfir edirlər. Hər kəsi ümumi təkfir edirlər. Hər kəs bunu eləsə kafirdir. Hər kəs bunu eləsə kafirdir. Fənəqulu subhanəkə, subhanallah, subhanəkə hada buhtanun azim. Bu böyük böhtan. Hətta bir adam qalmadı. Bütün məzhəbləri təkfirçi oldu. Küfür, kafir hesab elədi. Nə qaldı ortada? Bəli. Yəni qəbul etmirlər. Amma qəbul etməsələr də deyir, göz qabağındadır da bu qədər şeylər oxuyuruq. Özünüz də görürsünüz. Daha sonra mən icazənizlə burada istəyirəm indi əhli sünnə, amma əlbəttə Salih ibn Fovzanı da oxuyum. Çünki bir iki dənə o alimi oxuyum. Vəhhabi alimi sonra keçək bəzi həmbəli alimləri ki, necə hücum ediblər. Həmbəli alimləri. Baxın, həmbəli alimləri iki qrupa bölünür. Bəziləri əşəri məzhəbdirlər. Əşəriyə meyillidirlər. Onlar heç, onların işi. Bəzi isə sələfidirlər. Biz onlardan oxuyacağıq. Bu 2000 kitabı Salih Əl-Fovzan indi yaşayır. Ət-Təvhid lil-Fovzan. Əlbəttə Azərbaycanda bunun barəsində biraz dava düşdü vəhabilər arasında. Bəziləri dedilər qocalıyıb, artıq bilmir nə danışır. Bəziləri dedilər yox, indi də sözü şeydir. Tanınmışdı. Yəni 5-6 dənə tanınmış indi müasir yaşayır. Müasir alim ki var. Biri də Salih Əl-Fovzandır. Deyir ki, vəqəd xaləfə əksərun nas hadihin nəvə təkfirçi budur. İndiki zamanda insanların çoxu bu qadağalara əməl edirlər. Çəkinmirlər. Hansı qadağalara məscid tikmək olmaz ki, qəbirlərdə. Amma məsələn zirehlər tikmək olmaz, şeylər tikmək olmaz, günbəzlər filan. Vərtəqəbu ma həzər minhun nəbiyyə ki, Həzrət Peyğəmbər ki demişdi, çəkin ondan çəkinmədilər. Fəvəqəu bisəbəbi zəlikə fişşirkil əkbər. Elə buna görə də bunlar böyük şirkə daxil olublar. Böyük şirkin içindədirlər. Fəbənəu aləl qubur məsacidə və əzrihətən və məqamat. Qəbirlərin üzərində məscidlər, zirehlər, məqamlar tikirlər və məzarlar düzədirlər, gedirlər orada böyük şirk yerinə yetirirlər. Yəni özə nə deyir? Əksərun nas. İnsanların baxın, etibar müəllim. Əksərun nas, Quran-ı Kərim ki vurur, əksərun nas la yəqilun. Məqsədi insanlardır. Amma bunlar ki əksərun nas deyir, müsəlmanların içində ya. Özlərini müsəlman adlananların içində çoxu belədir. Burada hamısı getdi də. Yəni bütün dünya, bütün müsəlmanlar batildir, bir dənə bunlar haqdır. Bu bunların etiqadıdır. Üzrstəm, bu Əshab-ı Kəhf ki, məsələn, Quran-ı Kərimdə bu barədə var, onların olduğu yerin üzərində məscid tikilməsi falan. Onlara bunların, məsələn, nə cür baxışı var? Onlar deyirlər ki, eybi yoxdur, Quran istisnadır, orada şey eləmirdilər ki, bunun adı nədir, ibadət eləmirdilər ki, sadə deyirdilər ki, burada məhz bizim onlara iradlarımız da, amma qaçırlar da altından. Fırladırlar söhbəti, dediyimiz formada. Baxın, burada bir dənə mən İbn Bazdan oxuyuram. Əlbəttə, İbn Bazdan 2 dənə şey oxuyacaq biz, Allahın izni ilə. Elə burada oxuyaq, sonra o həmbəlilərin söhbətinə gələrik. İbn Bazdan sual edirlər ki, yəqul sail,
Bunu hissəni mütləq ekrana versinlər. Bizə lazımdır. Vəhabilər inkar edirlər bu məsələni. Yəqulu sual. Sual edən soruşur ki, Fəzilət-i Şeyx, yəni İbn Baz. İbn Baz kimdir? İbn Baz indiki müfti ki var, Əbdüləziz, ondan qabaqçı müftidir. Olub, kör idi ya. İndiki də kördür, amma o müfti idi və bilirsiniz də tanınmış, sevilən müftidir. Müftidirsə tamam. Ona sual verirlər ki, deyir ki, bəzi insanlar Ərəb ölkəsində, Səudiyyədə bizi yusamma ba'zun nas indana bil vəhhabiyyə, vəhhabi deyirlər. Sənin fəhəl təruzavunə bihadihi təsmiyə, bu adlanma ilə sən razısan, bu xoşun bəyənirsən və ma huvə rəddu mən yusammikum bihazal ism. Sizin cavabınız nədir? Sizi bu adla adlandıran. Yəni, bəzilər Azərbaycanda qışqırırlar, biz vəhhabi deyilik, biz vəhhabi deyilik. Gəlin, baxın, görən, İbn Baz nə deyir? Alimlər deyir. İbn Baz deyir ki, həzə ləqabun məşhurun. Bu məşhur bir ləqəbdir. Kim üçün? Li'uləmai təvhid. Tövhid alimləri üçün məşhur bir ləqəbdir. Uləmai nəzd. Nəzd alimləri. Yəni, bir dənə xüsusi bir idi. O vaxtlar təzək olanda Vəhhabi ki deyəndə nəzd alimləri nəzərə gəlirdi. Bəh-bəh. Amma sonra bəli düşmənlər cəmaatı qorxutmaq üçün dedilər bu pis şeydir. O addan istifadə elədilər. Amma bu ad yaxşıdır. Baxın, sonra gəlin nə deyir? Aşağı baxaq. Hansı kitabında? Kitabı Fətava. Fətava kitabında Nurun Ələddər İbn Bazındır. Səhifə 19. Gəlir burada deyir ki, fəhada, bu hissəsində oxuyaq. Fəhada ləqabun şərifun. Yəni nə? Bu gözəl, şərafətli bir ləqəbdir. Yədullu alə ənə mən luqqibə bi, hər kəs bununla ləqəblənibsə, fəhvə min əhli təvhid. O təvhid əhlidir. Bəs niyə bu addan qaçırsınız, qorxursunuz? Bir halda ki, alimimiz. Alimimiz deyir ki, fəhvə ləqabun şərifun, əzimun. Əzəmətlidir. Sonra yenə də davam edir bu söhbətlərinə başqa yerdə də, bəli, deməli, deyir ki, həzə huvə əsl hazihi təsmiyə və hazə. Yəni, buna görə adlanıb. Yəni, bunun kökü qayıdır nəyə? Gözəl bir şeyə. Nəzd alimləri nə adlanırdı? Vəhhabi adlanırdı. Kim İmam Muhammed ibn Əbdülvəhhaba nisbət verirdi? Deyir ki, bu, heç bir problem yox idi burada. Heç bir problem. Və bəs neynədir bu? Bu nə işi gördü? Baxın, bu istirdim, bu təkfirçi bəhsində istirdim toxuna. Ki, deyir ki, gəldi o, baxın, thümmə safir ilə Məkkə filan, bu işi thümmə rəzəyləndi, fərə'a mannas fihi minəl cəhl. Gördü ki, insanlar cəhalətin içindədir. Fərə'a mannas fihi minəl cəhl. Və iyadətil qubur, qəbirlərə ziyarət edirlər. Vəl-qulub verirlər. Allaha şərik qoşurlar. İnsanları ya, yəni tək qalıb. Bir dənə müvəhhid budur. Ətrafında olan sünni idi, əhli sünni idi onun ətrafında olan. Hamısı müşrikdir. Və duail əmvat, ölülərə istiğasə eləyirlər, filan eləyirlər, Allah çağırma əvəzindən filan və şirki eləyirlər də və bəyyənə ləhum, onlar üçün bəyan elədi ki, ənnət təvhid və haqqun lillahi alə ibadihi, ibadətdə tövhiddir. Və o məsələdə və onları Həzrət Peyğəmbərə dəvət elədi. Buna görə də, yəni bu şəxs kim? Muhammed ibn Əbdülvəhhab olmasaydı, insanlar qiyamətə qədər müsəlmanlar müşrikdə olacaqdı. Muhammed ibn Əbdülvəhhab Allah lütf elədi, cəmaatı xilas elədi, muslih. Baxın, həm İbn Teymiyəyə şeyx deyirlər bunlar, həm Muhammed ibn Əbdülvəhhaba şeyx deyirlər. Amma ondan ayrılsın deyə, İbn Teymiyyədən ayrılsın deyə deyirlər, əş-şeyxul muslih, islahatçı şeyx. Gəlib islahat apardı. Yəni, bütün insanlar küfrdə idi. Bu gəldi, nicat verdi. Yəni, təsəvvür üçün çox qəribədir. Həqiqətən, insan söz tapa bilmir bu cür adamlara desin. Sonra daha sonra yenə də həmən məsələyə toxunur. Amma gələk şey məsələsinə. Mən dediyim o alimlərə. İbn Bazdan bir dənə də oxuyaq, sonra gələk. Çünki qorxuram o İbn Bazın için məsələsi olar. Çünki bizə lazımdır bu İbn Bazın. İbn Bazın bir dənə saytı var, binbaz.org. Ma hukmu təkfir-i şiə? Sual budur. Ma hukmu təkfir-i şiə? Şiənin kafir etməyin hökmü nədir? Biz deyə bilərik ki, şiə kafir deyil. Maraqlıdır. Yaxın əyləşsinlər, əziz şiələr. Görsünlər, bu İbn Baz Azərbaycanda olan bütün vəhhabilər İbn Bazı qəbul edirlər. Yəni, fətvası fətvadır. Hökmü hökmdür.
Deyir ki, əş-şiətu əqsamun və ənva'un. Şiənin qismləri var, növləri var. Zəkərəha bə'duhum ithnəteyn və 20 növ'an. Bəziləri 22 dənə növ şiə deyiblər. Yəni firqə, 22 dənə firqə var. Lakinnəl batiniyyə minhum, onlardan ki, batiniyyədir, cəfəriyyədir, imamiyyədir. Vəl-imamiyyə ətba'ul Xümeyni əl-İthnaəşəriyyə. 12 imamcı. Xümeyniyyə tabi olanlar, baxın. Fəhəulai la şəkkə fi küfrihim. Bunların küfründə heç bir şək yoxdur. Yəni, bunlar kafirdir. Yəni, bunlar qanı halaldır. Bunların namusu halaldır. Bunların malı halaldır. Niyə? Liənnəhum rafizətun. Çünki bunlar rafizidirlər. Xüsusən qadətuhum, onların rəhbəri, böyüşləri, alimləri və əimmətuhumullədinə yəd'unə iləş-şirki billah. Ruhanilər, məxsusən biz müşrik işdə daha xalis müşrikik. O Məşədə Bilalın kürasında nə deyir? Xalis müsəlman. Onların nəzərində biz onlar bölünürlər də, şiələr iki qrupa bölünürlər. Avam, İbn Hüseymin və digərləri də və alim. Alim olanlar mütləq müşrikdir. Amma avamları bəli, inşallah ki, başa düşmür eləmir, deyirlər, eybi yoxdur. Alimiz, avamlarla. Daha sonra, yəd'un ilə şirk, onlar şirkə dəvət edirlər olan alimləri, əhl-i beytə ibadətinə və yəğlunə fi Əliyin, Əli barəsində quluv edirlər və yə'budunə, Əliyə ibadət edirlər. Baxın, hamısı bir. Açıq-aşkar yalanlar. Bəli, hamısı yalan. Və fil Həsən vəl-Hüseyn və yəravnə ennəhum ya'ləmunəl qeyb və iddia edirlər ki, onlar qeybi bilirlər və ennəhum mə'sumun, onlar məsumdurlar. Baxın, bir dəfə inşallah gələcəkdə bəhs eləyəcəyik bu qeyb məsələsində. Onların öz kitablarında nə qədər kitablarında var, Ömər və digər xəlifələr qeybdən xəbər verirdi. Hətta nəinki xəlifə üstənə xəlifə, İbn Teymiyyə barəsində də var öz kitablarında. İbn Qəyyim, onun Əl-Cəvziyyə, İbn Teymiyyənin tələbəsidir də, sevimli tələbəsidir. İddia edir ki, İbn Teymiyyə qeybi bilirdi. Qeybi bilirdi. Onlar İbn Teymiyyə buna nisbət verə bilərlər. Olur kəramət, fəzilət, adın qoyurlar, nə bilim, fəsahət, fərasət daha doğrusu, fərasət. Biz isə Əhl-i Beytə nisbət verəndə oluruq müşrik. Bəli. Fəkeyfə təhkumun. Necə hökm edirsiniz? Və yəddəunə ənnə Əliyyən huvəllah. Huvəl-ilah. İddia edirlər ki, Əli ilahdır. 12 imamsıdan danışır burada. Belə iddialayan var 12 imamsısında. Ha, Nusayriyyə filan. Daha sonra deyir ki, və fihim şiatu cəhələtin, cahil şiələr də var ki, Əhl-i Beyt barəsində qulub eləmirlər. Bəli, bunlar istisnadırlar. Amma və hukkamı İran əl-yevm, bu günləri İran hakimləri min əzəllin nas, insanların ən azğınlarından və əkfərihim və ən kafirlərindən. Düşmənçiliyə baxın. Və in təzahür bil İslam, yəni müstehidlər, mərci, təqlidlər hamısı ən azğın insandırlar, ən kafir insandırlar. Niyə? Liənnəhum duatun liş-şirk. Onlar şirkə dəvət edir. Duatun li-ibadəti qeyrillah. Bu həmən bu şəxs gəlib fətva verdi ki, məzlum Fələstin xalqı haqqı yoxdur ki, eləsin. Müharibə eləmək olmaz düşməndir. Olmaz, ona qarşı vuruşmaq olmaz. Elə ona görə də onu dəvət elədilər öz ölkələrinə. Qəsb olunmuş ölkələr. Bu şəxsin fətvası. Bəli, bunun fətvasına görə də yəni təşəkkür eləmək istəyirdilər. Gəlsin, məsələn, ona hədiyyə versinlər ki, sən fətva verdin ki, Yahudilərə qarşı mübarizə eləmək olmaz, döyüşmək olmaz. Fətvası var. Hər halda deyir ki, bunlar neynirlər, səbb eləyirlər səhabəni, lənət deyirlər, hamısı şeydir ya, qulub eləyirlər Əhl-i Beyt barəsində filan, həmən bəhsləri yenə təkrar edir. Yuxtağasu bihim və yunzar iləyhim filan. Yəni bunlara görə İbn Baz dedim də, yəni müasir artıq dedi. Bunlara görə Muhammed ibn Əbdülvəhhaba qədər 3-cü əsrdən ta təqribən 12-ci əsrə qədər yaşayan bütün müsəlmanlar müşrik idi. Əksəriyyət müşrik idi. İstəyir şiə olsun, istəyir əhl-i sünnə olsun, əhl-i sünnə müxtəlif qolları, Həmbəli, Hənəfi, Maliki, Şafi, bu fiqh bəsdə, etiqada keçsək, Maturidiyyə, nə bilim, Mu'təzilə, Əşəri və digərlər də Xavaricin özləri, İsmaillə, hamısı bütün firqələr müşrik idi. Bu gəldi, dedi ki, siz la ilahə illallahı başa düşməyibsiniz. La ilahə illallah təkcə demək deyil, şəhadəteyn kifayət eləmir. Əməldə göstərməlisən.
ibadətin olmalıdır. Olmasa özə şərik qərar verməlidirsən. Sən müsəlman sayılmırsan. Yəni baxın görün biz necə bir cəryanla qarşı-qarşıyayıq. Yəni bunlar bizim, yəni bilsiz, düşmən sanki bunları hazırlayıb, bəzi qruplar var da hazırlayır. Düşmən bunları hazırlayıb ancaq şiələr üçün. İnşallah növbəti verilişimizi ancaq həsr eləyərik müəyyən hissəsini Vəhhabilərin şiələrlə düşmənçiliyi. Bu hardan qaynaqlanır? Niyə bu qədər şiələrdən düşmənçilər? Onun siyasi şeyləri var, səbəbləri var. Onu qoyaraq kənara. Biz istəyirik etiqadi baxımdan bunu araşdıraq. Özünüz də görəcəksiniz ki, o sözlərin 90%, hətta mən deyərəm 99%-i böhtandır. Yəni düşüncələri yanlışdır. Bu çox radikal baxışdır. Adam belə baxır, həm istər rasional baxışdan, istər emosional baxışdan tamamilə quru bir əqidə. Maraqlıdır. Məsələn, insanlar bəziləri necə məsələn bunlara allanırlar? Bəli, bəzi şeylər öyrəniblər. Allah, Allah, tövhid, tövhid, Allah, Allah belə şeylər cəmaatı rahat şəkildə yoldan çıxardılar, təəssüf olsun. Bəli, əlbəttə himayə olunur da, yüksək himayələr də olunur. Bəli. Yəni maddi baxımdan bunlar himayə olunur. Bir növ cəmiyyətin belə deyək, maddi baxımdan. Məsələn, İbn Teymiyyənin bildiyini savad cəhətindən deyirəm ha. Düzdür, çox şey olub. Müğalit eləyən olub, sofistikaya yol verib və çox maraqlıdır. İbn Teymiyyə Əllamə Hilliyin zamanında yaşayıb. Əllamə Hilliyin kitabında o Minhacü Sünnət Nəbəviyyə yalancı deyir, ən yalancı, nə bilim pis-pis sözlər deyir. Amma Əllamə Hilliyin yanına gedəndə həmişə onu çağırında şeyx kimi deyərmiş, hörmət eləyərmiş. Bu da çünki Əhl-i-Beytin qapısında tərbiyə alıb da. Amma gör kimin qapısında tərbiyə alıb? Muaviyyənin qapısında. Məlumdur ki, belə olmalıdır. İbn Teymiyyə, mən bunları oxuyum inşallah o bəhslərə qayıdarıq Allahın izni ilə. Çünki bilmirəm nə qədər vaxtımız qalıb, birdən vaxtımız çox az qalar. Təqribən 5 dəqiqə vaxtımız var. 5 dəqiqə vaxtımız var. O bəhs bitsin, o şey barəsində Allahın izni ilə danışarıq. Baxın, İmam Əllamə Muhammed ibn Nasir Əl-Hazimi. Bu kimlərdir? İndi nə danışırıq? Danışmaq istəyirik ki, bəzi həmbəlilər, özlərinin ki, sələfidilər özdür, bunlar da qəbul edirlər. Bunlar gəlib deyirlər ki, Muhammed ibn Əbdülvahhab təkfirçi olub. Deyir ki, bu şəxs nəql edir Muhammed ibn Əli Şovkanidən ki, və əşhər ma yunkar aleyh xislətani kəbir. 2 dənə şeyə görə biz Muhammed ibn Əbdülvahhabı qəbul etmirik. 2 dənə xüsusiyyətinə görə. Nədir o 2 dənə xüsusiyyət? 2 dənə xüsusiyyəti burada. Əl-ula təkfiru əhlil ərz bimücərrədi təlfiqatin la dəlilə aleyha. Elə bir dənə bir şey görən kimi yer üzündə olanları təkfir edirdi. Təkfirçi idi. Heç bir dəlillə söylənmədən. Heç bir dəlili olmadan təkfirçi idi. Deyir, ikinci xüsusiyyət ki, bəyənmirik, ət-tacar alə səfqi dəmil məsum bila hüccətin və la iqaməti burhanin. Yəni, hüccətsiz, dəlilsiz gəlib məsum bir şəxsin qanun tökməyə cürət edirdilər. Buna görə biz deyir, bunu bəyənmirik. Baxın, Hənəfi məzhəbində olanlar deyə bunlar. Həmbəli məzhəbində daha doğrusu. Həmbəli də ki, ən yaxındır və sələfidirlər bunlar. Həmçinin Şeyx Muhammed, bu kitab ki deyirəm, Əbdüləziz İbn Muhammed Ali Əbdüllətifin kitabıdır. Davil Mənavi'in kitabıdır. Dəvəti Şeyx Muhammed ibn Əbdülvahhab. Orada gəlib bu bəhsə toxunur ki, bəzi həmbəlilər var idi, gəlib deyirdilər, Muhammed ibn Əbdülvahhabı biz qəbul etmirik. Səbəbi də təkfirdir. Onların bütün alimlərin burada adlarını bu kitabda gətirib. Bütün alimlərdən. Orada birində gətirir, burada deyir ki, inkar olunurdu, onun 2 dənə xisləti bəyan edilmirdi. Bir də təkfiru əhlil ərz. Yer üzündə olanları kafir hesab edirdi. Bu onun birinci xüsusiyyəti. İkinci xüsusiyyətdə ki, məlumdur. Deyir, bir dənə şeydə Tərcüman-ül Vəhhabiyyə kitabında Bəraət-ü əhlil hədis minəl Vəhhabiyyə. Bunlar gəlib deyirdilər ki, biz Vəhhabilərdən bəraət, uzaqlaşırıq. Uzaqlaşmağın səbəbi nədir? Sələfidirlər ha. Biz ona görə, siz əvvəldə də gözəl buyurdunuz, sələflər 2 qismə bölünür də, Vəhhabi, qeyri-Vəhhabi. Niyə? Çünki Vəhhabilər, Muhammed Siddiq Həsən dediyi kimi, ya'rifuna bi iraqatid dima. Qanun tökmək şey bilirlər. Rahat. Qanun tökürlər. Və həmçinin bu barədə şeydir və hətta Ənvər Şah Kəşmiri kitab sahibi özü deyir ki, əfallah ən. Allah onu bağışlasın. Niyə? Çünki Ənvər Şah Kəşmiri özü sələfi olub. Ənvər Şah Kəşmiri deyir ki,
Muhammed ibn Abdülvah yetesara'u ilal hukm bit tekfir. Təkfir etməyə, hökm verməkdə, təkfirsizliyə hökm verməkdə tələsirdi. Kim deyir bunu? Şeyx Ənvər Şah Keşmiri. Yəni bu da digər alimlərinin nəzəri. Və həmçinin İbn Afalik şey barəsində deyir, onun adını qoyurlar İmamul Mücəddid Muhammed ibn Abdülvahhabın. Deyir ki, və hazər rəcul kəfərəl ümmətə. Ümməti kafir hesab edir, kəffərəl ümmətə. Yəni bütün ümməti kafir eləyib. Bəl vallahi və kəzzəbər rusulə. Peyğəmbərləri inkar eləyib bu şəxs. Və həkkəmə aleyhim və alə umamihim bişşirk və deyib ki, bu müşrikdir hamısı. Və daha sonra hələfə yeminən billah, yalandan Allaha and içib Muhammed ibn Abdülvahhab. Özü şeydir ya, alimlərindəndir ya. Sələf alimlərindən, amma şey eləyirlər. Muhammed ibn Abdülvahhabı vururlar. Facirətən innəl yəhud vəl müşrikin əhsənu halən min hazili ümmə. Muhammed ibn Abdülvahhaba görə Həzrət Peyğəmbərin zamanında yaşayan müşriklər indiki zamanda yaşayan müşriklərdən yaxşı idi. Niyə? Çünki onlar, sizə iki dənə dəlildir, birini işarə edirəm. Deyir, çünki onlar çətin anlarında Allahı çağırırdılar, heç olmasa. Amma bunlar çətin anlarında gedib qəbirləri çağırırlar. Görürsünüz? Yəni çoxdur. Deyib, bunların ona görə şirki, onlar rububiyyəti qəbul edirdilər, falan şeyi qəbul edirdilər. Amma indiki müşriklər qəbul etmirlər. Deyir, həmən bu söz müşriklərdən üstündür. O yəhudilər və müşriklər indiki müsəlmanlardan üstündür. Həmən söz sözü İbn Teymiyyə də deyib. Kimlər barəsində? Rafizlər, şiələr barəsində. Deyir ki, şiələrdən xəvaric şiələrdən yaxşıdır. Yəhudilər, müşriklər şiələrdən yaxşıdır. Xəvaric şiələrdən yaxşıdırsa, şiələri, rafiziləri öldürmək daha yaxşıdır. Daha şeydir, ağla batandır. Siz gəlib xavarizi niyə öldürürsünüz? Gəlin rafiziləri öldürün. Diqqət edirsiniz. Və digər kitabda da sonuncuda daha bundan bəhs bitirir. Elə bu Muhammed ibn Abdülvahhab bu məsələyə işarə edir ki, deyir ki, ləstu, maraqlıdır. Elə həmən Abdüləzizin kitabıdır bu. Muhammed ibn Abdüllətif. Ləstu və lillahil hamd əd'u ilə məzhəb. Mən sufi məzhəbinə çağırmıram insanları. Ya fəqihin məzhəbinə çağırmıram, ya mütəkəllimin məzhəbinə çağırmıram, ya imamlardan biri olan, onların məzhəbi, İbn Qayyimin məzhəbinə çağırmıram, Zəhəbinin və bəs nə edirəm mən? Mən hansı məzhəbə çağıram? Bəd'ədu ilallah. Yəni bunların sanki məzhəbi ayrıymış. Zəhəbi, İbn Qayyim, İbn Kəsir, bunlar hamısı özləri sələfi deyənlərdir ya. Yəni bunlar sanki başa düşmür. Mən gəldim təvhidə insanları çağırdım. Həzrət Peyğəmbərin sünnəsini insanları çağırdım. Ona görə də etibar müəllim. Bunlara görə təqlid olmaz. Hətta bəzi məsələlərdə. Etiqadi məsələdə isə gəlib təqlid edirlər. Təqlid mənada məsələn ancaq deyəsən Şafiinin ardınca gedirəm mən. Həmbəlinin ardınca gedirəm. Olmaz. Bu olur ki, qəbul olunmur. Elə düşünürəm, vaxtımız da bitdi. Xülasə nəticə bunu alırıq ki, əsl təkfirçi Vəhhabilərdir. Və bu günləri onları təhlükəli edən Vəhhabilərdir. Bunlar kitablarında mövcuddur. Cavanları da son zamanlar göstərdilər. Muhammed ibn Abdülvahhabın zamanında da Kərbəlaya hücum olundu. 2 dəfə təqribən Nəzəfə hücum olundu ki, Nəzəfi alsınlar, ala bilmədilər. Amma nə qədər Kərbəlada neçə gün uşaqları yadıb, körpələri öldürdülər, kişiləri öldürdülər, qadınlara təcavüz elədilər. Başqa yerlərə də hücum olundu. Nəzdin ətrafında, Səudiyyə, Məkkə, Mədinəyə də hücumlar olundu. Bunlar o zamanda, sonra biraz yatdı, ta gəldi Ali Səudun hakimiyyəti filan. İndiki zamanda da biz görürük də. Nə işləri görürlər, bax, körpə uşağı, ananın bətnindən uşağı çıxardırlar. Bu həmən etiqaddan qaynaqlanır. Bu ana da, ananın qarnında olan uşaq da müşrikdir. Bu anadan çünki müşrik dünyaya gələcək. Ona görə ikisinin də qanı halaldır. Bu uşaq böyüyəndə müşrik olacaq. Ona görə qanı halaldır. Həqiqətən dəhşətdir ustad. Allah sizdən razı olsun. Bəli, Azərbaycana görə deyirik biz ehtiyatlı olmalıyıq. Bir dənə böyük təhlükədən üzbəyüzük biz. Ötən verilişimizdə dedik, şərait olsa, həmən o bəzi ölkələrdə həyata keçirdiklərini Azərbaycanda da həyata keçirdikdir. Təşəkkür edirəm ustad. Allah sizdən razı olsun. Allah xalqımızı o əqidənin qurbanlarından qərar verməsin inşallah. Təşəkkür edirəm.
Bəli, dəyərli izləyicilər, bu günlərdə verilişimizin sonuna çatdıq. Ümid edirəm ki, ustadın danışdıqları barəsində düşünəsiz və Allah həqiqətən insanın, belə deyək, həm ağıl cəhətdən, həm vicdan, həm fitrət baxımından gözəl nemətlər verib insana. İnsan gərək bu barədə düşünsün, vicdanına müraciət eləsin, ağılla götür-qoy eləsin və düzgün əqidə seçsin. Allahın amanında qalın.